Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 3 sot yarımın içində bu 2 mərtəbəli ev satışa çıxdı. 2 mərtəbəli ev, bir də təkrar edirəm, 3 sot yarımın içərisində 92 min manata. 92 min manatdan ev sahibi özü endirim eləyəcək. Yəni gəlib özü ilə danışacaqsınız, qiymətində özü endirim eləyəcək. 92 min manata satışa çıxarıldı bu 2 mərtəbəli ev. Şəxsi özləri üçün tikilmiş evdir. Görürsünüz, qıraqları ablisovka, pilləkən ablisovkadır. Karesi pəncərələrdir, şüşələri görürsünüz, bahalı şüşələrdəndir. Üstü də çerepiçadır. O Andolin var ya, nazilər, onlardan deyil, çerepiçadır. Gəlib yaxından görəcəksiniz. 3 sot yarımda həyəti var. Evin içində necədir? Qonaq otağıdır, aşağıda mətbəxdir, hamam tualetdir. İkinci mərtəbəyə pilləkənlə qalxırsınız, ikinci mərtəbədə də 3 dənə yataq otağı. Əsl qanuni 2 mərtəbəli ev. Həyətimizə baxaq. Bax, bura əkin yeridir, görürsünüz. Burada da saxlayırlar. Hasarın qırağında da var, orada da var. Bax, oranı da göstərək. Bax, orada da var. Evimizin bir tərəfində də ara məsafəsi var, burada da var. Bir dənə zəhmət olmasa yaxınlaşaq bura. Bax, bütün buralar hamısı ağacdır, meyvə ağacları. Gəlin zəhmət olmasa bura. Bax, bu gördüyünüz daşlar da ablisovka daşlardır. Burada da əl damıdır, görürsünüz. Kombini qoyublar. Sonra nə var orada? Elə kombini qoyublar, əldə ayaqda olan artıq veşlərini də oraya yığıblar. Deməli, hamısını izah elədim sizə. Buradan pilləkənlə də qalxırıq evin içərisinə. Gəlin zəhmət olmasa evin içərisinə baxaq. 92 min manatadır Saray qəsəbəsində. 2 mərtəbəli ev. Bax, buradan gəldik. Ayaqqabı soyunmaq üçün belə bir otaqda, sonra gəldik koridora. Yaxınlaşaq bura. Bax, görürsünüz necə. Siz zəhmət olmasa orada durun. Bax, böyük bir koridordur. Görürsünüz, bax, koridorla belə axıra qədər hələ gedirəm ki, görəsiniz. Koridorun enliliyinə baxın. Əlimi açıram ki, məsafəni dəqiqliyilə görəsiniz. Burada da bir şkaf var. Görürsünüz, bax, bu qalacaq evin içərisində. Bu evin içərisində qalacaq. Elə girəcəkdə də bilirsiniz, paltar, palto, papaq, ayaqqabı yığmaq üçündür. Bəs bu nədir? Bu da qalacaq evin içində. Bu da yəni, hər tərəfli burada şərait yaranıb evdə. Hər cür istədiyiniz şərait, yəni polnu bu ev demək olar ki, full təmir olan bir evdir. Yəni burada çatışmayan bir şey yoxdur. Qoşadaş kubiklə tikilib, nə bilim, fundamentli, kəmərli, hər bir şeyi var. Bax, koridoru sizə göstərdim. Koridordan birinci ara başlayaq. Mətbəxə, gəlin mətbəxə. Yox, mətbəxdə adam var, gəlin qonaq otağına. Bax, girdik qonaq otağına. Siz zəhmət olmasa oradan göstərin və oradan durun, məni çəkin. Bax, görürsünüz, qonaq otağıdır, bax bu. Böyük bir zaldır. Çox səliqəli təmir olunub, aboyu, yeri də ki, poldur, prosta razmeşka vurulub da bu deyəsən, hələ parçeti oxşuyur. Bir dənə də oradan bu tərəfi çəkək. Bax, bura baxın diqqətlə, görürsünüz. Bax, belə. Bu qonaq otağıdır. Seksiya radiatorları var, kombisi var, mətbəx mebeli var, sayğacları hamısı qaydasındadır. Həqiqətən çox yüksək təmir olunmuş bir evdir. Özünüz gəlib canlı görəcəksiniz. Davam edək. Bu qonaq otağıydı. Gəlin də sanitar qovşaqlarını göstərək. Bax, burada ayrı-ayrıdır. Görürsünüz. Bax, hamam ayrıdır, tualet ayrıdır. Baxın. Bax, bu ayaq yoludur. Tam təmir olunmuşdur. Aksesuarlarına qədər yığılıb. İndi hamamı da göstərək. Şəxsi evlərdə belə olur, ayrı-ayrı olur. Bu da hamamımızdır. Bax, hər şəraiti qurulub, bütün aksesuarları içində hazır vəziyyətdədir. 92 min manatadır qiymətində endirib ev sahibi özü eləyəcək. Bu da bizim mətbəximizdir. Bu da mətbəx. Ay maşallah, mətbəx neçə kvadrat olar? Bilmirsiniz. Çox böyük, geniş mətbəxdir. Baxın. Görürsünüz, pəncərələri kayıtsız pəncərədir, seksiya radiatordur. Mətbəx mebelinə bir dənə fikir verin. Çək düşür mətbəx mebeli. Ünlü boya-boy göstərin, bax belə. Ay sağ, bax belə baxırsınız mətbəx mebelinə. Burası da ki, tökmə mərmərdir, bax. Mərmərdir bura. Mətbəx mebelimiz qalacaq evin içərisində. Kombi, radiator var. Bunları təkrar deyirəm ki, biləsiniz. Gördünüz mətbəxin böyüklüyü. Demək, qonaq otağını göstərdim, sanitar qovşaqlarını göstərdim, mətbəxi göstərdim. İndi qalxırıq yuxarı, ikinci mərtəbədə görək nələr var. Gəlin yuxarı qalxaq. Bir dənə buradan zəhmət olsa polu göstərin. Görün polu nə qəşəng vurublar. Pilləkəndir, betondan tökülmüş pilləkəndir. Altında da elə qaladovka kimi düzəldiblər. İndi qalxırıq ikinci mərtəbəyə. Görək ikinci mərtəbədə nələr var. Saray qəsəbəsindədir. Təxminən yerini də izah edəcəm axırda. Bir baxın görürlər, harada yerləşir. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə burada qapı da var. Balkona çıxmaq üçün burada bir qapı var. Bax, belə bir qapıdır. Balkona çıxmaq üçün. Burada da 3 dənə yataq otağımız. Bu bir yataq otağıdır. Bütün otaqlar bax bu kvadratdadır. Hamısı böyük otaqlardır. Həm də hündür. Hündürlüyü də rahat bir 3 metr var. Bu bir yataq otağı.
Bu ikinci yataq otağı. Bu ikinci yataq otağıdır. Baxın, düşür tavanca tamsın. Bu da üçüncü növbəti yataq otağı. Bu da üçüncü otağı. Bax belə. Deməli 4 otaqlı evdir. Aşağıda bir qonaq otağı, yuxarıda da 3 dənə yataq otağı. Deməli bax bir də izah edirəm. Saray qəsəbəsində 3 sot yarımın içərisində 2 mərtəbəli evdir. 92 min manata satışa çıxarıldı. Qiymətindən ev sahibi özü endirim eləyəcək. Təxminən yerində qoy sizə deyim. Bu internatın quruğundan Duz gölünə tərəf gedirsiniz. Duz gölünə tərəf biraz elə gedəndən sonra düşürsünüz sola. Sola dönürsünüz, bax həmin ərazidə yerləşir bu ev. Qupquru ərazidə nəmişliyi yoxdur, duzluq yoxdur. Yəni torpağı çox münbit torpaqdır. Gəlib baxacaqsınız. Əsl yay evidir, bağ evidir. Sezon da indi başlayır. İnşallah bu vaxt alın ki, qiyməti çox münasibdir. 92 min manatdan ev sahibi özü endirim eləyəcək. Allah Allahın da satanı da xeyir versin. Sağ olun.